Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Bugün yenə Biləcəri qəsəbəsindəyik. Biləcəri qəsəbəsində ATV villaları deyilən bir ərazidəyik, əziz dostlar. Baxın, belə bir gözəl, içində yaşayış olan 4 otaqlı evimizi inşallah sizə təqdim edəcək, əziz dostlar. İlkin məlumatlarını verim sizə. Evimiz 1,7 sotdadır, əziz dostlar. 2004-cü ilin fərdi yaşayış evinin tikintisi üçün ayrılmış bələdiyyə qərarı var və qərarın arxiv arayışı var, əziz dostlar. Evimiz cütdaşla inşa olunub, evdə yaşayış var, sonda yenə də təkrar edəcəm bunları və evimiz 9 daş kürsüdədir, əziz dostlar. Evin podvalına baxın, gəl Tural, gəl laf yaxından. Baxın, əziz dostlar, bütün otaqların altına keçid var və hətta bünövrəsi də buradan görsən. Baxın, bura evin bünövrəsidir, əziz dostlar. Çox keyfiyyətli, sağlam, cütdaşla inşa olunmuş bir evimizdir. Ev sahibi də gördüğünüz kimi burada nələrsə yığıb. Baxın, plütka, kombi. Şey yerdir. Buradan dama çıxmaq üçün evin üstünə qapı qoyulub. Gördüğünüz kimi. Baxın, əziz dostlar, demək evimiz maşallah işıqlı evdir. Normal şəkildə geniş dəhlizi var və evin tam yaşayış sahəsi, daxili sahəsi, əziz dostlar, 120 kvadrat metrdir. Evdə hər bir şey qaydasındadır. Sonda qiyməti sizə deyəcəm və qiymətə daxildir evdəki bütün əşyalar. Gəl Tural, mətbəxi görsək. Ölçüsün deyilən mətbəxin təxminən. 4 yarım saat deyəsən. Əziz dostlar, gördüyünüz kimi evin mətbəx hissəsidir. Geniş və səliqəli, mebellər də bahalı materiallardan yığılır. Çox gözəl bir evdir. Hamam otağımızı göstərir. Bura hamam otağımız evdir. Təmiz. Gördüyünüz kimi tam təmirlidir. Baxın, əziz dostlar, 4'ün 3 yarımadır bu otaq. Təxminən 17-18 kvadratdır və bu biri yataq otağı daha böyükdür, əziz dostlar. Baxın, daha böyük yataq otağıdır bura. Yəni evimiz 3 yataq otağı, 1 qonaq otağı, mətbəx və hamam sanitar qovşağından ibarətdir. Evdə yaşayış var, çox səliqəli bir evdir, maşallah, evi təmiz saxlayıblar. Sən görsən duranda. Baxın dostlar, burada da uşaq otağıdır, pəncərəsi də işıqlıdır. Və nəhayət, əziz dostlar, qonaq otağımız maşallah, əla, aboy seçimləri də gözəl, ürək açan bir mənzərə var, əziz dostlar, çox rahatçılıqdır burada doğrudan da. Yeri də əladır və bir şey də qeyd edeyim, əziz dostlar, 137 nömrəli təzə açılmış marşrut xətti evin 30 metrliyindən keçir, əziz dostlar, və məktəbdir, 314 nömrəli məktəb lap yaxın məsafədədir. 314 nömrəli tam orta məktəb, əziz dostlar, və 202 Nərmanova gedən və 92 Əzəm metrosuna gedən marşrutlarda yaxındır, əziz dostlar. Məhəllə də yaşıllıq bir məhəllədir və evin lap yaxınlığında 30-40 metrliyində bir dənə oba market var. Yəni ticarət üçün də sərfəlidir, rahat bir yerdə, əziz dostlar. Evimizin qiyməti də münasibdir. Bugünkü gün üçün həqiqətən də münasibdir. Ev sahibi tərəfindən təyin olunub 120 min manat. Yəni təkrar edirəm, 120 min manat. İnşallah ki, alan və satan arasında razılaşmaq mümkündür, əziz dostlar. Evimizin bələdiyyə qərarı var. Təkrar edeyim yenə də 2004-cü il. Arxiv arayışı var, təyinatı fərdi yaşayış evinin tikintisi üçün əziz dostlar. Allah xeyir versin, alana, satana, vəziyyət keçən hər bir kəsə. Bura, üzr istəyirəm, bura tam əşyalı olanda qiymət 120 min. Bəli, 120 minə, ilkdə dedim, videonun əvvəlində dedim, 120 minə bütün əşyalar daxildir, 120 min manata. Əşyasız ümumiyyətən endirim olacaq, təbii ki, razılaşma olacaq inşallah, bəli, gəlib burada yerində danışılacaq Allahın köməklə. Ola bilsin ki, kiməsə lazım olmaz əşyalar, ola bilsin ki, lazım olar, danışılar qalar. Allah xeyir versin. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışdan müraciətiniz varsa bizimlə əlaqə saxlayın. Rəy çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.